أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. اللهم لك الحمد حمدا دائما أبدا سرمدا لا انقطاع له. أشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله. أوصيكم عباد الله ونفسي بتقوى الله ولزوم عبادته والامتثال لأوامره والسير على نهج رسوله الأكرم وأهل بيته صلوات الله وسلامه عليهم أجمعين. Yo biçtim sıcaktan, yandım. Allah Tebareke ve Teala Suretil Bakara'da dir ayet 152'de Bismillahirrahmanirrahim. فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُوا لِي وَلَا تَكْفُرُونَ. Biz baksaq bu ayete ağalar görürük ennehu bu ayet bir mevzu alır, en ehemmiyetli mevzudur insanın hayatında ve huve mevzu'at zikir. Zikir neye diyarıq? Zikir ona diyarıq. O zaman o şeyi mən əgər istihdar etdiysəm özünü fikrimdə, zihnimdə, savaın surəsin, av mənəsin, ona deyərək zikirdir. Zikr etdi onu. Yani indi mən deyəndəm sizə sayara. Bütünüzün fikrine geldi. İmma sayaranın şekli, av mənəsi ənəhu nədir? Sayara işte burada 4 tayası var, məmnəyi var, bonduqlar var. Av mənəsi ənəhu mantıqadan məni mantıqaya nəql edər. Və bu zikir mənəsi budur. Bu zikir Allah Tebareke ve Teala insana verip özüne azim bir ni'me ilahiyyədir insana. Bihayth baxasay bizler gələndə uşaqlıqda vaxtımıza binlərcə əhdath olub ögümüzdə baxasay indi yadımıza gələr. Bu da bir ni'me ilahiyyədir. Və bu zikir iki nədir ulemalar? Deyirlər Allah Tebareke ve Teala bu ni'mət verib insana bu bir maddi şeylik zikir. Nə üçün? Deyir ennehu eğer gelseydi, maddi olsaydı fikriyle bəs əxir surəyə qalardı. Nə üçün? Maddi şeydə tabi olunmaz ikinci surə eğer birinci surə silinmədiysə. Maddi şeydə burada sən indi bir varaqa gətir, bir resim eləvsində, ikinci resim edə biləsək. Yox, illa gərək siləsək birincini pək olsun varaqa andan, ikincini tabi edəsək. Dediler insanda bu şekilde. Gelsək بالنسبة Allah Tebareke ve Teala'ya, Allah Subhanahu ve Teala nedir? فَذْكُرُونِي اَذْكُرْكُمْ. Sual nişe Allah Tebareke ve Teala unudar. Hatta desin siz beni unutmayın, ben de sizi unutmayayım. Kur'an deyir, la yadillu Rabbi ve la yensa. Allah Tebareke ve Teala unutmaz hatta nədir? Hatta gelsin burada deyilsin siz beni unutmayın, ben de sizi unutmayayım, yada salım. Yox, və idən mənası nədir bunun? Dedilər, bunu biənəhu nədir? İlm-il bəlağədə, Ərəbdə biənəhu bu ilm-il bəlağa 3 yerə bölünür. Dedik nədir? Dedilər, birdən, ikidən işimiz yoxdur, bəs min bab deyim, hatta məlumayız olsun. Dedilər, birinci iki ilim, bu ilm-il bəlağa 3 yerə bölünür. İlm-il maani. Nədir bu ilm maani? Dedilər, bu ilimdə biənəhu bəhth olunur, bu söz ennehu hası hala iktida edir. Hası hala uyuru. Bu birinci ilimdir. Ve huve ilmil maani. Ve ilm ikinci ilim dediler ilmil mabani. İlmil mabani nedir? Dediler bunlar bahth eder, neyi? Teşbihi bahth eder, istiaran bahth eder, kinayan bahth eder. Buna da ilim el mabani diyerek. Bunda da işimiz yoktu. Hası 3 kısımdadır. Üçüncüdədir işimiz. Bu ayətimize göre. Ve huve nədir dediler? Üçüncü kısım minel ilim, iki ilmil bəlağanın üçüncü kısmından ve huve ilmul bedi'. Nədir ilmil bedi'? Bu nedir? Dediler bu gelir o sözde olan alfazın, lafzı özünün ve mənasının güzelliğini bahth eder. Cemaliyetini bahth eder. Özünde olan tahsinatı bahth eder. Fədillər bedi' neyden gəlibdir? Minel ibda'. İbda' ne deməkdir? İbda' yani o şey ki en güzel bir heyədədir. Mütemeyyizdir. Bütün şeyden ona ibda' diyərik. Dediler bu ilmil bedi'də bir kapı var. Ve huve diyərlər özünə babu takabul.
Allah Tebareke ve Teala bu kapını istihdam etti bu ilimden. İlmil bedi'den bu kapını istihdam etti. Bab-ı tekabül o zaman diyende fezkuruni ezkurkum. Nece misal verin bize. Dediler Allah Tebareke ve Teala mesela Kur'an'da ne diyor? Kur'an'da diyor ve cezâ'u seyyiyetin seyyiyetun misluha. Yani nerede? Dediler bir şahıs eğer geldi, indi koy diyelim burada bir şahıs adı her neyse birinci şahıs geldi ikinci şahsa itida etti. Koy ikinci şahsın adını verelim. Adı Ali'di. İkinci şahsın adı Ali'di. Bu birinci şahıs ona itida etti, zulüm etti, bıçaktan vurdu, bormağını uçurttu. Birinci şahıs Ali'nin ne etti ağalar? Bormağın bıçaktan uçurttu. Şeriat geldi dedi, madam bu birinci şahıs Ali'nin hakkında ennehu bormağın uçurttu, Ali'nin de hakkı var. Nedir? Kısas etsin özünden. Ve ennehu eline bir bıçak alsın. O nece bormağın kesti, öz de onun bormağın kessin. Allah Tebareke ve Teala özü şeriatta bunu koydu. Bu senaryoya ne dedi? Dedi cezâ'u seyyiyetin seyyiyetun mitluha. Ukala dediler iyiydi, indi o birinci şahıs munazzul etti. Es-seyyiye yani harap bir işe kalkmak, zerel vermek, kahir getirmek. Zemm olunasay özüne. Dediler o birinci şahıs bunun hakkında galet işe kalktı, Ali'nin hakkında. Ali'ye şeriat özü bi ennehu nâde izin verdi dedi. Sana nece bu galet işe kalktı, hakkıyla bormağı kesti. Sen de kısas edesey, özünden bormağın kesesey. Neçe Kur'an bi ennehu nâde buna seyyiye dedi. Nişe Ali harap bir işe kalktı hatta diyorsun, o nece seyyiyeye kalktı. Ali de işte böyle hakkıyla seyyiye eder. Nişe Ali seyyiyeye kalktı, Ali kısasa kalktı. Diyor yok. Allah Tebareke ve Teala bunu kastediyor. O zaman tamam babı tekabül istihdam etti. Bes bab et-tekabül el-ma'nevini istihdam etseydi bu hakkıyız gelir. Nerede bu dediği söz gelirdi. Nece ennehu birinci şahıs Ali'nin hakkında i'tida etti, harab işe kalktı, borbağın kesti. İşte canı çıkar, Ali de böyle harab işe kalkar hakkında. Yok. Allah böyle demir. Allah Tebareke ve Teala birinciye nedir? Bu istihdam edende bu ilmil bedi'de babı tekabülül ma'nevini istihdam etmedi ve o kapını istihdam etti. Babı et-tekabül el-lafzi. Keennema o birinci şahsa ne dir ya filan. Gördüysen işte böyle harab işe kalktı, başıya ne getirdi? Harab iş getirdi. Yok Ali harab işe kalktı seni hakkıyla. Yok. Ve innema sen başıya nerede? Harab iş getirdi. Ali harab işe kalkmayıp. Dediler Allah Tebareke ve Teala diyende fezkuruni ezkurkum bu kapını istihdam etti. وهو باب التقابل اللفظي يعني بمعنى yok Allah Tebareke ve Teala diri بأنه siz mani unutmasayız ben de unutmam özünü. Yok eğer manevi olsaydı bu şekil olardı. Allah Tebareke ve Teala istiri ne desin? İstiri desin siz mani zikretsayız unutmasayız ben sizi ne derim ağalar? Yok unutmam, ararım sizi. Türkmen'de hoş şeyler var, maaniler var. Ben de sizi ararım, ben unutmam. Aslan la yadillu Rabbi ve la yansa. Benim ilmim Allah Tebareke ve Teala der. Sizi ilimiz kimin dögü? İlim husuli dögü. Ve huve intiba'i şey fi zihin. Sizi ilimiz ilim husulidir. Bir şeyi alarsınız, eşidersiniz, diraset edersiniz, fikrinizde tabi olur. Sonradan onu da sizin. Bu ilmin husul edinmem ki ilim huzur idi. Her şey özü yanımda mevcuttu. Sizi ilimiz kimin diyor? Eğer her şey yanımda mevcutsa daha ben onu unutarım. Unutmam. Indi bu menber ögümde. Bunu daha neyin unutarım? İlla gözüm görmesin unudum özünü. Yok da Allah Tebareke ve Teala'nın bütün şey yanında ağalar. Ve huve ennehu hazırdı. Hazır oldu. İden unutulmaz. Fe Allah Tebareke ve Teala ister ne desin? İstiri desin fezkuruni ezkurkum. Siz beni unutmayın, zikreleyin ya da salın. Ben de sizi ne edeyim? Arayayım sizi.
İndi gəldik bunun təkmiləsi var ikinci bəhətdə inşallah necə Allah təbarəkə və teala'nı zikr edək, hatta Allah təbarəkə və teala bizi arasın. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. أعوذ بالله من الشيطان الرجيم. اللهم صل أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. اللهم لك الحمد حمدا دائما أبدا سرمدا لا انقطاع له. أشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله. اللهم صل على محمد سيد المرسلين وخاتم النبيين وحجة رب العالمين. اللهم صل وسلم على علي أمير المؤمنين وسيد الوصيين وإمام المتقين. اللهم صل وسلم على الصديقة الطاهرة فاطمة الزهراء سيدة نساء العالمين. اللهم صل وسلم على سيدي شباب أهل الجنة الإمام حسن المجتبى والحسين الشهيد بكربلاء. اللهم صل وسلم على الإمام علي زين العابدين والإمام محمد الباقر والإمام جعفر الصادق والإمام موسى الكاظم. اللهم صل وسلم على الإمام علي الرضا والإمام محمد الجواد والإمام علي الهادي والإمام حسن العسكري. اللهم صل وسلم على الإمام الحجة المنتظر المهدي. اللهم عجل فرجه، اللهم سهل مخرجه، اللهم احفظه من كل سوء وبلاء. اللهم اجعلنا من أنصاره وأعوانه بحق محمد وآل محمد. اللهم ارزقنا دعاءه ورضاه بحق محمد وآل محمد. İdən biz buraya yetişdik ağalar, və huvə ənəhu Allah təbarəkə və teala burada anladıq deyəndə fəzkuruni əzkurkum, yəni siz məni zikr eləyin, unutmayın, mən də sizi arayım. Dedik necə Allah təbarəkə və teala'nı zikr edək, Allah təbarəkə və teala da bizi arasın. Dedilər, üç rəy verdilər uləmalar buna. Və huvə birinci rəy və huvə ənəhu dedilər, Allah təbarəkə və teala deyəndə məni zikr eləyin, mən də sizi zikr edim. Yəni nədir? Yəni siz rəxada, rəfahiyyətdə, iyi, gözəl yaşayandayız, istirahətdə olandayız. Siz məni unutmayın, şiddətə düşəndəyiz, mən də arayım sizi. Buna ne verdiler? Bir kıssa verdiler. Vahve dediler, üç şahıs var idi, yolda yerirdiler, yağış oldu. Yağış oldu, bunlar girdiler bir mağaraya. Yağış belə kuvvetli oldu, bu usu bütün kuvvetiyden bir kayanı getirdi mağaranın kapısını örttü. Bunlar içeride kaldılar zulümbatta. Birisi akıllıydı. Dedi, bakın deyim size, bizi hiçbir şey halas etmez bir gün Allah Tebareke ve Teala'dan başka. Gelin bakın hayatımızda biz ne iyi şey etmişiz, velev bir ameliyi etmişsek. Allah Tebareke ve Teala'yı yarvalağın, eğer gerçekten o ameli halisan li vecihil kerim etmişsek, zikredek özüne asa ve leallahu Allah Tebareke ve Teala bizi buradan halas eder. Birisi dedi, bəli, ben bir iyi amel etmişim hayatımda. Nece? Dedi, ben bir ihtiyar baba nenem var idi. Biz koyun kuzu sahabiyik. Benim amvalım var, arvadım var, uşaqlarım var. Ben günde gerek geleydim, babam gelin şamını vereydim. O gün hakkına geldim, süt sağızdım hayvanatlarımızdan ecellekumullah. Geldim baba neneme, şamlarımı verdim, baktım yatıbılar. Benim de zaruri işim var. Koyun kuzum var, onlar da şey etmişim, orada çöldədirlər. Və mən ne ettim? Dedim, indi oyanırlar, əlimdə o sütü tuttum. O gece Şamdan, 2 məğribdən əvvəl əlimdə tuttum, özünü beklədim. İlə ən səbbah açıldı. Səbbah açıldı, bunlar oyandılar. O sütü verdim, özlərinə andan getdim. İlahi, əgər sən görürsək, mən o əmələ qalxandan, işə edəndən bütün şeyimi koydum, arvadımı, uşağım, hayvanatım. Eğer sen görürsen ben o zaman bu işe kalktım özüne halisan li vecihikel kerim ilahi bir faraç kapısı ver bize. Diyor kaya yerinden sirkelendi. Bes çıkarılmırlar. O ikinci dedi, ben de bir amel etmişim hayatımda. Dediler nerede? Dedi Allah Teala bilir benim
imkaniyyətim var. Millət bir şiddətə düşdü, bihaytı millətdə qalmadı yemək. Arvadın birisi gəldi mənə, yarvaldı yardım, elə dedim, vallahi yardım etməm, illə nəfsi verəsək mənə. Dir, arvad aslan üzümə də baxmadı, qoydu, getdi. İkinci kərə bir də gəldi. Dir, dedim, nəfsi vermədiysək mənə, bəzi insan var bi, ənəhu zəifən nəfisdir. Dir, dedim, əgər nəfsi vermədiysək mənə, verməm, yardım etməm sənə. Dir, dedi, Allah'tan qoruq, Allah'ı göz yığına qoy, mənim uşaqlarım var, bilmirəm neydim. Dir, dedim, nəfsi vermədiysək, yardım etməm. Dir, bir də qoydu, getdi. Və lakin şiddət belə daxt etdi üzərinə, ənəhu üçüncü kərə gəldi, nəfsini təslim etdi mənə. Nəfsini təslim edən də mənə istədim yaxnaşım özünə, əcəlləkumullah, baxdım, titrir. Dedim, ya əmətəllah, ya titrisək, dedi, Allahın qorxusundan titrirəm. Dir, dedim, yəni sən bu şiddətdəsək, titrisək, mən rəfahiyyətdə Allahdan qorxmayım, rəsən tərk etdim, yaxnaşmadım özünə. O zaman iyi bir yardım etdim. İlahi, əgər sən görürsən, mən o zaman o xarab kötü işi yapmadım. Xalisan livəcikəl kərim, ilahi farac qapısı ver bizə. Diri, ənəhu nə oldu? Diri, qəyə çabaladı yerindən. Çabaladı və lakin macalları yoxdur, çıxsınlar. Gərək biraz daha çabalasın, yallah çıxsınlar. Üçüncü dedi, mən də bir iyi əməl etmişəm həyatımda. Dedilər, nə edibsə? Dedi, günlərin birsinə indi mastavad indi. Getdim bir 2-3 əmələ gətirdim, işim var idi. Dedim özlərinə, mən sizi aparıram. Günlük 100-lə cənab məsələn, indi 25 gündir. Saat 7-dən işləsməm ki, saat 3-ə kimin 25 binə dedilər, halva günlüğümüz də budur. Bunlar işlirlər, günün yarısında bir əmələ gəldi, dedi, məni də işlət, mühtəcamdır, dedim, gəl. Bəslə ittifaq etdim özüylə, 15 binə yarım günlük. Dedim, sən yarım gün işlisək, mən sənə 15 verirəm. Deyir, o işləyəndə, bunların zufu işlədi. Mə'l ilm qınartadan sonra gəlibdi. Onların zufu işlədi. Deyir, öz nəfsimdə dedim, biraz məndə də insaf olsun. Bu adam nədir? Onların zufu işlədi. Qoy buna da bir hədiyə verim, yardım edim. Aynən onlar kimin 25 bin verim? Çıxartdım buna da nədir? 25 bin verdim. Faradan mən məsəl verirəm. Deyir, onların o 3 dənənin birisi küstü. Dedi, almam. Dedim, nə üçün? Dedi, bizi səbbəhdən işlədsək 25 binə. Bu gəldi yarım gün işlədi. Aynən bizim hesabımız versiyonunda. İyidir, dedim, para mənimdir. Mən sizdən şərt etmişəm səbbəhindən. Mən sizi rızqınızdan kesmirəm. Fəbuhürəm banda, dedi, istəmirəm. Küstü, qoydu, getdi. Bu parasını, bunun mə'l-ilm haqqını yeməmişəm. Parasını evdə qoydum, indi gəli, bugün gəli, bir il gəli, gəlmədi. Günlərin birisində baxdım, ənəhu məhəllədən, qapımız ögündən bir çopan məcmua sürrünə, əcəlləkumullah, qoyun quzu, inək sürrü. Çıxdım, baxdım bunlardan satır, onun parasında bir neçə inə qaldım, bunu qoydum yanımda, bəslədim. İl geçti, illər geçti, bu inəklər bir-iki dənə sürü oldu. Bu sürü oldu, ənəhu nədir? Bir gün baxdım, bir ixtiyar gəldi. Dedi, ya Abdullah, mənim haqqım var səndə. Dedim, nə haqqı? Dedi, ya diyə gəldi filan günə əmələ idim, işlədim, gəncliği vaxtından. Dedim, haradasaysən, mən səni axtarıram o gündən. Dedi, indi gəlmişəm, haqqım üçün haqqım ver. Dedim, bunlar bütün haqqıydı. Bir sürü inəkdir. Dedi, gəlməmişəm mazaq edəsək mənə, gəlmişəm sadaqa da verməsək, indi haqqımı ver, o haqqımı ver. Dedim, ya vallah, bi ənəhu mazaq etmirəm. O gündən parayı işlətdim, ənəhu bunca oldu. Fədili bi ənəhu nədir, verdim, getdi. İlahi, əgər sən görürsək, ənəhu mən o zaman bu əmələnin haqqını çevirdim, özü üçün bu qədər nədir, etdim özünə, xalisən livəcikəl kərimsə, ilahi, bir farac qapısı ver bizə, bir qaya açıldı, qoydular, çıxdılar, getdilər. Fəidən birinci rəi və huvə ənəhu Allah təbarəkə və teala istir deyədilər, deyəsin, sən məni şiddətdə dikir elə, mən səni nə edərəm? Bir farac qapısı verirəm sənə və huvə əzkurkum, yəni bir farac qapısı verirəm sənə, sən nə zaman şiddətə düşəndək. İkinci rəinə dedilər. Dedilər Allah təbarəkə və teala deyəndə fəzkuruni əzkurkum, yəni nədir? Yəni sən yer üzərində olanday məni zikr elə, mən də sən yer altında olanday mən də səni zikr edərəm. Dediği necə?
Biz dedik zikir ederim, aramak da dediler aynen ma'na geldi. Ne için? Dediler Allah Tebareke ve Teala insana bu dünyanı bir fırsa verip, ennehu insana imkaniyet verip, kabiliyet verip seleşsin. Kabiliyet verip amele kalksın. Allah Tebareke ve Teala insana imkaniyet verip Allah'ı zikir etsin, ibadet etsin. Bu bir fırsadı bu dünyanı verip özüne. Ve Allah Tebareke ve Teala bu fırsatını verip özünden canah hayattadır. Bu fırsatın kapısı açık öz için. Bir mücerred ölmekten daha fırsat kalmadı, kapı örtüldü öz için. Lidalike diri eğer nerede kıyamet günü diri bi ennehu nida gali ya ehlel cennet. Diri ehl cennet bütünü kalkarlar yerlerinden bakırlar, beklerler. Nerede bu nida? Diri nida gali ya ehlen nar, ehl cehennem bütünü kalkarlar diri yerlerinden beklerler. Nerede? Ve idâ diri ölümü getirirler. Ölüm ibare an kebşin emleh. Yani ne kebşin emleh? Yani bir koyun o bir kuzu eğer geldiyse munakkat olduysa özünde bayas kara olduysa cisminde buna ne diyerek? Emleh diyerek. Diri nida gali ehl cennete ve ehlin nara. Siz ölümü taansız diyorlar odu. O neye işaret ederler? O kepşe, o kuzuya diyarın emlehdi. Onu getirirler, keserler, kalmadı, ölüm bitti, kalmadı. Fedir nida gel ya ehlel cenneti huludun la mevte fiha ve ya ehlen nar huludun la mevte fiha. Ve keennema dediler ennehu Allah Tebareke ve Teala ennehu istirne desin. Ya beşer ben size vermişim bu dünyada bu imkaniyeti, bu kabiliyeti vermişim. Mancana bu dünyada siz mani zikirleyin intikal eden dayiz. Bu dünyadan ahirete ögizden mavakif var, hesap var. Ben de onu sizi ne edeyim? Ben de orada sizi koygan aynı diyar arayayım sizi hesabıyız yani sehledim, zikredim sizi. Yani orada bir ennehu sehledim sizin için. Üçüncü rey ağalar vahve ennehu ne dediler? Dediler üçüncü rey diyende fezkuruni ezkurkum yani siz mani itaatten zikreleyip ben sizi rahmetten zikredim. Yani rahmet yedim size. Niçin? Lennehu dediler zikir iki kısımdı. Bir kısım dildedir, bir kısım ameldedir. Fe insanın labudde gerek iki zikir, dildeki zikri ameli de musavi olsun. Eğer geldiyse insan dile gelende dili öğünde kimse durmaz. Allah'ı zikredir. Velakin amele gelende ameli nedir? Amel muhalif dedikleri eden dediler bu sahibi iman diyor ki bunun imanı yoktu. Ne için? Çünkü çok insan var bakasa dilde ennehu kimse durmaz öyle dedikleri. Velakin amele geldiyse amel bir filiste amel şeytan idi. Fedediler iden nedir? فلا بد insanın ennehu zikri dildekiyle ve ameli zikri bir olsun dedik. Yani nece zikir amel nece zikir amel bir olsun dediler. Amelde dediğimiz ennehu manası zikri amelde zikretmek ve huve yani bütün ameli kurbeten ilallah olsun. Sen bir fakire yardım eden dey kurbe ilallah olsun. Sen bir hastane giden dey ennehu sormağa kurbe ilallah olsun. Sen bir taziye giden dey kurbe ilallah olsun. Yok benim için taziyeme gelip say musavvir getirip say ve keennema mesrahiye film çıkardırıq. Bu nedir? Yok gelip say mani muvasat etmeye gel say baştan göz haline gel. Yok da vallahi gelme. Eğer sen i'lanatta işlersen başımda i'lanatta işleme. Av bi ennehu bir hastane yanına gidende ve ennehu aparır kamera ve tasvir eder feyse andır ya alam ya nerede kıyamet hey havar bakın işte ben alamin taziyasına gelirim hey havar bakın ben hastası olma çoklarımızda da var ha baktı özü ziyarata gitti bir şey andirdi velhamdülillah Allah Tebareke ve Teala tevfik etti bizi işte bir gün ziyaret eder. Husen tevfik olupsa eğer ziyaret olupsa bunu yahu feyse andirsay işte özü aslan bu selip tevfikti yahu diaye edisay yahu diaye etsay özü sen gerçekten eğer gidipsay ziyarata tevfik olupsa diaye inali ahir biz diyende taziye musavvir getirme bir mecmuanın yanına gelir. Böyle diyor ki fikir ağalar bizlerde de var çoklarımızda da var bilmem hara gitti bir tasvir etti endirdi özüne. İden ne ister Allah Tebareke ve Teala desin. Allah Tebareke ve Teala ister bize ennehu bildirsin. Sen bi ennehu amali halisan li vecihillah olsun. Men bi ennehu orada ne derim? Men orada sana rahmet ederim. İden bu ağalar bir noktam kaldı. Bunu hatmedim. Ayet bir günde affedersin biraz uzattım. El hedef nerede? El hedef nerede bu zikirden?
El-hedef iki şeydir. Vahve birinci. El-hedef ennehu Allah tebareke ve teala istir bize diyende fetkuruni ezkurkum bildik bu ma'neleri. Ennehu istir bizden bir şahsiye İslamiye yapsın. Allah tebareke ve teala istir bizim oturanda kalkanda bütün tasarrufatımız rezil olsun. Heybet de olsun, ağır şahsiyet yapsın bizden. Neyden? O zaman istir içeriden bizim imanımızı yapsın. O zaman istir içeriden bizim ahlakımızı yapsın. Neyden? Bu yola ennehu Allah tebareke ve teala'nı zikretmekten, Allah tebareke ve teala'nı vahva gözü yögüne koymaktan. Eğer sen içeriden inade Allah tebareke ve teala'nı gözü yögüne koyduysan, bütün amalıyla içeriden imanıyı yaptıysan, içeriden ahlakı yaptıysan, daha o tasarrufatları daha ne ola? Daimen rezin ola. Hiç şaşmasay, hiç galete düşmesey. Bihilaf dalik nancana ennehu hatta rezinde çabalırsa eğer içeriden yapılmayıpsa imaniyen ve ahlakiyen bakasay be ennehu nedir? Ne ayağı siranır. Feiden birinci hedef özünden vahve ennehu Allah tebareke ve teala istir bizden bir şahsiye İslamiye yapsın. İkinci şey ağalar vahvamı da diyeyim hatim edeyim. Ennehu nedir? Allah tebareke ve teala istir bizi zamirimize döndürsün. İstir bizi sahibi zamir etsin. İstir bizi daimen zamirimizi gözümüz önüne koyalım, taamül eder. Neyden? O zaman iki eğer geldiysek biz Allah tebareke ve teala'nı zikrettiysek. Bu bahtin bitti ağalar. Bir nokta var ona istirhitebilik edim. Sallallahu ala Muhammed ve ali Muhammed. Allah tebareke ve teala diyor Bismillahirrahmanirrahim ve men yuazzim şairallah fe innaha min takval kulub. Ağalar bizim dünen inşallah bazı Hüseyiniyelerde meclisimiz var idi. Elhamdülillah inşallah bir gün de burada İmam Cevad'ın bir gece meclisimiz var. Allah vakaen enki tevfik budu. İki diyersek ennehu velillahil hamd tevfik etti bize. Gel burada bir gün özü görse de ehli beyte. İlle şartı feiste. Yok gel bir gün görse de özü ehli beyte. Bütünü görürler. Yakinliyiz olur olsun bütününü görür. Bu müminin birisi nakletti. Dedi günlerin birisinde bu camiada meclis var idi. Hatibin birisi okurdu. Vallahi dedi bir arvat sesi işittim. Vallahi dedi burada yığılırdı bir arvat. Hatib naid okudukça bir arvat yığılırdı burada. Ses eşitirdik. Bir kere burada heykelde durmuştu. Hatibin arkasında yığılırdı. Ve sen gerçekten eğer istersen özü görsetmeye gel ehli beyte görset. İnşallah bir gün meclisimiz burada var. 8.30. İkinci şey bizim meclis merkezimiz var. O haftada dedim ennehu meclis merkezimiz hardadı. Cami İmam Ali'daydı. Küçük cami ki diyarıq. İnşallah sevitten ahad oradadı. İkinci şey ağalar uzatmayayım özüne ennehu biz Allah tebareke ve teala koyman dediğim biz nişabes hafiste diyenlerine Allah tebareke ve teala bizi tevfik etti ennehu nadi ve ennehu İmam Sadık için bir yemek oğlunda İmam Ahmet'ten ben diyor geliydim ha müminler idi inşallah. Feaynen inşallah Allah tebareke ve teala sizi tevfik etsin bu şeyden mahrum olmayın. Bütün Hüseyniyeler cemaati Allah subhanahu teala gerçeklim tevfik etsin muvakib ehlil muvakibler iki bütünü yığıştılar gördüğünüz ne hoş bir yerde durmuşlar bir yerde o şeye kalktılar. İnşallah ahad gününde burada Allah'ın fadlı karamıyla aynen büyük caminin öğünde inşallah bir yemek me'debet taam var İmam Cevad'ın sevabına. Sen özünüzü mahrum etme. Bu sevabdan koy özü için dahil eleyin. Indi Hüseyniye bir dahil eder, her Hüseyniye bir dahil eder. Her ennehu nadi evde sen bir dahil ederse gel bele günde bir ennehu nadi koy her masumun nadi. Her masumun istişhadında yemek ederin. Hasarı nadi? Bilakis daha iyi bildirir ennehu biz gerçekten bildirir ennehu biz muvaliyiz ennehu nadi min etba' Muhammed ve ali Muhammed. Nesalullah tebareke ve teala bi hakkı Muhammed ve ali Muhammed sizleri iki bela mecalislerden bela şeylerden mahrum etmesin ya Allah. İla arvahil enbiyai vel ulemai ve şuhada ve amvatina ve amvatikum nuhdi lil cemi' tevabel Fatiha ma'as salat ala Muhammed ve ali Muhammed.